Vidadi Məhərrəmoğlu Məhərrəmov 1947-ci il may ayının 15-də Goranboy rayonunun Xangərvənd kəndində anadan olub. Rəhmətli anam onun bir dəst yorğan döşəyini yığdı, olduğu kimi deyirəm. Götürdü, getdi Kəlbəcər rayonuna. Vidadi müəllimin ilk gəlişi bizim Şurdan kəndinə. Mənim bugünkü kimi yadımdadır. O vaxt mənim uşaqlıq devrimidir. Onu Kəlbəcərdə çoxu bilmirdi ki, o Goranboyludur, yoxsa Kəlbəcəridir. Və həmişə özünü Kəlbəcəri kimi hiss eləyirdi və Kəlbəcəri kimi də Kəlbəcərilərə hamımızdan artıq xidmət göstərirdi. Vidadi müəllimlə qarşılaşanda elə bilin ki, Vidadi müəllimin arxası ilə bir xeyirxah ordu gəlir. Balam tələbə adı qazanmağımı görməyi çox istərdi. Hətta bunun müqabilində mənə maşında söz vermişdi, amma heyf ki, yüksək ballar universitetə qəbul olmağımı görə bilmədi. Hamı atam haqqında o qədər belə ürəklə danışır, onun belə xatirəsini əziz tuturlar. Həqiqətən o mənə çox belə böyük bir qürur verir. Bu qədər fədakar insanı yaddan çıxartmaq mümkün deyil. Vidadi müəllimin düzdür, xatirəli işləri, xatirəli yoldaşlığı həddən artıq çoxdur. Vidadi müəllim Allah rəhmət eləsin. İcra hakimiyyəti işləyən vaxtı bizim Şurtan cəmaatına çox böyük hörmət olur. 100 il keçsə vərəqlənib oxunduqca tarixlər görəcəklər, xilas edən insanları sizsiniz. Demək olar ki, rəhmətə gedəndən bu günə kimi mən hər həftə olsa da belə gecələr yuxuma tez-tez gəlir.